Gecəni bir aylamaq istə, belimizə nətər olacaq? Xətai rayonu Gəncə prospekti 51 ünvanındayıq. Bu ünvanın əsas problemlərindən biri gördüyünüz çinar ağacıdır. Bir müddət öncə yağan intensiv yağışlar nəticəsində çinar ağacı kötüyündən tərpənibdir. Yəni hazırda küləkli havaları nəzərə alsaq, ani bir tərpəniş, ani bir küləyin möhkəm əsməsi bu ağacın yıxılmasına səbəb olar. Görüntüdə bu ağac nə vəziyyətdir? Mən Bakı Xətai rayon icra hakimiyyətinə şikayət etmişəm, şəklini də çəkib vermişəm, ərz yapmışam, xeyir yoxdur. Sonra bu Xətai aşağıda nümayəndəlik var, oraya getmişəm, deyirlər bir ay gözləməlisən. Deyir ki, vaxtında gəlməmisən. Deyirəm, bax bu yağışdan sonra əməl gəlibdir. Uşaqlarımı bacım evinə qoymuşam ki, bacım evində qalsınlar və mən işə gedirəm. Yıxıldı bu, töküldü, uşağım öldürdü, mən neyniyəcəm? Biz ümumi vaxtda istədik özümüz şey eləyək, gəldilər bir ikisi kəsin gəldi cərimələdilər bizi. Ümumi bir kəsi özümüzdə gəlib cərimələyəcək bizi. Yəni bunu gəlib özləri eləmədilər ki, hə bizim. Bu göz qabağıdadır. Baxın qardaş, açdı. Hə, neyniyəcək? Götürün buna bir əncam qılsınlar da. Bu nədir? Gərək kimsə öyle ondan sonra biz ayağa qalxaq. Gəncə prospekti 51 ünvanında növbəti ağac problemi gördüyünüz bu iydə ağacıdır. Sakinlər bildirir ki, dəfələrlə qurumlara müraciət etsələr də ağaclarla bağlı heç bir tədbir görülmür.